Yeremiya 20-ci fəsil. Yeremiyanın Paşxurla mübahisəsi. Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur, Yeremiyanın bu sözlərlə peyğəmbərlik elədiyini eşitdi. Paşxur Yeremiya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı yuxarı Binyamin darvazasında olan kündəyə saldı. Ertəsi gün Paşxur Yeremiyanı kündədən çıxartdı. Yeremiya ona dedi, Rəbb sənin adını Paşxur deyil, Magor Missaviv qoydu. Çünki Rəbb belə deyir, bax, mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yahudanı Babil padşahına təslim eləyəcəyəm. O, xalqı Babilə sürgün eləyəcək və qılıncla həlak eləyəcək. Bu şəhərin bütün var dövlətini, qazancını, qiymətli şeylərini və Yahuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim eləyəcəyəm. Onları qarət eləyəcəklər, götürüb Babilə aparacaqlar. Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik elədiyin bütün dostların orada öləcəksiniz, orada da bastırılacaqsınız. Yeremiyanın şikayəti. Ya Rəbb, sən məni məcbur elədin, mən də məcbur oldum. Sən məndən güclüsən, sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər. Hər kəs məndən əylənir. Çünki mən danışmağa başlayan kimi fəryad eləyib, zorakılıq və talan deyə qışqırıram. Rəbbin sözündən ötürü mən bütün gün rüsvay oldum. Təhqir edildim. Mən fikirləşdim, daha onu yada salmayacağam, onun adı ilə danışmayacağam. Onda onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum. Artıq bunu eləyə bilmirəm. Çünki çoxlarının hər tərəfdə dəhşət, onu mühakimə eləyin, biz də onu mühakimə eləyək deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək, bəlkə aldanar, onda onu məğlub eləyərək, ondan qisasımızı alarıq, dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədi. Buna görə də məni təqib eləyənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey ordular Rəbbi, sən Salihi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm sənin onlardan alacağın qisası görsün, çünki işimi sənə tapşırdım. Rəbbi tərənnüm eləyin, Rəbbə həmd eləyin, çünki fəqiri zalimların əlindən qurtardı. Doğulduğum gün lənətə gəlsin. Anamın məni doğduğu günə bir daş düşsün. Atamı çox sevindirərək bir oğlan uşağın oldu deyə müjdə verən adam lənətə gəlsin. Qoy o adam Rəbbin yazığı gəlməyib dağıtdığı şəhərlər kimi olsun. Səhər fəryad, günorta nalə eşitsin. Çünki bətindəykən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı. Bətni daim hamilə qalardı. Ne üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, ömrümü rüsvayçılıqla keçirmək üçünmü?